172-ci ildən bugünə kimi həmin bu Səttar Bəxtuzadə sərgi salonunda Azərbaycanın dünya şöhrətli bütün rəssamların birisi saysız hesabsız. Mən indi bunların adını çəkməklə Qayıp Salazov, Mikail Abdullayev, Toğrul Məhmanbeyev, Maral Rəhmanzadə, Rəcə Səməd və Kamil Əliyev, yəni ki, bu saatlarla biri ilə tutarmaq olmaz. Həm də ki, bilirsiniz, görün neçə illər keçir, burada Elena xanım, sizi ürəkdən təbrik edirəm ki, mən bu əsərlərə baxanda bizdə bir çox sərgilər olur, ancaq indi sözü mən istəyərdim verim Azərbaycanın nəyək Azərbaycan, dünya şöhrətli, bizim xalq rəssamımız, bizim sevdiyimiz Ali Vəli. Hörmətli Elena xanım, bizim əziz balalarımız, həmkarlar, kültürə dəstək əsərlər, hamısı peşəkərdir. Ancaq yaradıcı məsələnin işləri bazı, onlar qədər qorğu, qalandılar. Bunlarda yönəşlərə gəlmişim, oradan Yəni, çox minnətdarlığımı bildirirəm. Çünki ailə hər birimiz üçün müqəddəsdir. Hər dəfə mən xanımı Alisa'da olurdadır. Həmçə biz oturur fikirləşirik. Mənim də 4 evladım var ki, mənim də oturur fikirləşirik ki, bir dinastiya kimi kimsə bizi mənim yolumla geçsin. Mənim ki, bu gün bir xoşlar görürüm. Mənim qızım Səfiyə seçib o yolu indi. İnanıram ki, tamam, çox təşəkkür edirəm. Onu da verməsinə. Onu da sözü verirəm. Əziz qonaqlar, dəyərli valideynlər və sevimli tələbələrim, burada gördüyünüz əsərlər hər biri tələbələrimin böyük zəhməti və səbri ilə ərsəyə gəlib. Tələbələrimin uğurlarını görmək mənim üçün böyük qürurdur. Bu yolda bizi yalnız buraxmadığınız üçün, bizim yanımızda olduğunuz üçün və bizə dəstək verdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sərgimizə xoş gəlmişsiniz, xoş seyirlər. Çox xoş oldu, çox şad oldum, belə gözəl sərgide iştirak elədim. İkinci dəfədir, bunun səbəbləri üçün mərdimdə üçün sağ olsun, çox böyük işləyirdi, böyük sərgide. Hamınızı təbrik edirəm. İndi isə sözü veririk gənc rəssam Səfiyə Orucova. Mən çox şadım ki, siz hamınız buradasınız. Hamınızın ailəsi, hamınızın dostları maşallah buradadır. Çox sağ olun. Siz bizi çox həvəslendirirsiniz. Və məncə burada bütün əsərlərdə ancaq kraskaları belə demişkən yox, amma belə hissləri də hiss edə bilərsiniz. Və mən Yelena xanıma çox sağ ol demək istəyirəm. Çünki o bizə ancaq rəsm çəkməyi yox, o bizi hər işə həvəsləndirir və motivasiya ilə bizi ancaq qabağa çəkir. Mən çox şadam ki, mən Yelena xanımı İnşallah uğurlu, çox şadam kalmışlar. Çok sağ olun. Hocamız çok istiyorum size söz diyesiniz. Yelena xanımın səhifəsini görəndə həmən bildim ki, mən ancaq ora gedə bilərəm. Çünki xanımın aurası, uşaqlarla rəftarı, böyüklərə hörməti, incəsənətə münasibəti, musiqi duyumu. Çok teşekkür ederim. İstəyərdim, söz verərdim Azərbaycanın tanınmış əməkdar rəssamı İlham Əlim Səfərli, mən tələbə vaxtından və mən ürəkdən sizi təbrik edirəm hamını. Belə bir işə çox yaradır, çünki ən iyisi hamı yaradır. Çox sağ olun, təbrik edirəm hamını. Uğurlar olsun, sağ olun. Çok sağ olun, çok sağ olun. Nə deməsəm, Məllək Nagiyeva. Поздравляю, Мэля. Şərifə Abbasova. Melisa Əliyeva.
Təbrik edirəm canım. Fidan Əsədzadə. Kişilər. Пройди к нему. Bu müəlliməsi ilə çək, bu toş paraydı. Aydan Əsədzadə. Pozdravляю тебя. Bir ailədə 2 evlad rəssam. Bəli, bəli. Təbrik edirəm. Böyük rəssam, sənətkar. Çox sağ olun. Aynur Seyidova. Gəl bura. Çox sağ olun. Nigar Guliyeva. Я тоже здесь. А, Leyla Jessica. Ağabey. Nərmin Səfərova. Buyurun. təbrik edirəm canım. Lamiyə Sadıqzadə. Təbrik edirəm. Congratulations. Müjdat İbrahimli. Canım. Ой, Allah. Müjgan, они поздравляю себе. Тебе спасибо.